Salam dostlar, kanalımıza tekrardan hoş geldiniz. Bugün size real pul riski olmadan Forex bacarıqlarınızı inkişaf ettirmeye imkan veren bir platforma ile tanış edeceğim. Platformun adı gördüğünüz gibi Forex Tester'dir. Biz burada hem kriptovalyutanın hem de Forex'in keçmiş bazarları ve real bazar məlumatları ilə yenidən yaşayaraq strategiyalarınızı sınaqdan keçirə, təhlil edə və ya öyrənə bilərsiniz. Başqa sözlə, real pul riski olmadan məşq edirsiniz. Forex Tester geri sınaq və ticarət simülyatorudur. Niyə vacibdir? Real tarixi məlumatlarla işləyir. Yəni siz 20 il bundan qabaqki olan temalarda girib buradan görə bilərsiniz. Məsəl üçün dollar o illərdə niyə düşdü və yaxud qızıl niyə qalxdı, niyə düşdü, həmçində kriptovalyuta. Virtual pulla dostlar burada ticarət eləyərək öz strategiyalarınızı gücləşdirə bilərsiniz. Strategiyalarınızı əvvəlcədən sınaqdan keçirirsiniz. Risk götürmədən səhvlərinizdən dərs çıxarırsınız. Bu daha məlumatlı bir trader olmağınıza imkan verir. Gəlin Forex Tester'in əsas məqamlarına nəzər salaq. Birinci olaraq real tarixi məlumatlar, 20 ildən çox köhnə olan məlumatları biz burada görə bilərik. Hər qiymət hərəkəti addım-addım bizlərin qarşısına çıxır. Spread, swap və komissiya kimi real şərtlər daxil olmaqla İkinci olaraq birdən çox qrafik və vaxt. Eyni anda 10 fərqli qrafik aça bilərsiniz. Fərqli simvolları və zaman çərçivəsində real vaxt rejiminə təhlil edə bilərsiniz. Plus dostlar, öz avtomatlaşdırma və robot testi də mövcuddur. Öz ticarət robotlarınızı burada yükləyə və sınaqdan keçirə bilərsiniz. Məsəl üçün, bir də yapay zekanın botları çoxdur bildiyiniz üzrə. Həmin botları dostlar burada ekləyib virtual pulla nə qədər xeyir gətirib gətirməyəcəyini burada dostlar tam rahat şəkildə test eləyə bilərsiniz. Qarışıq portfellərin performansını da görə bilərsiniz. Üstəlik dostlar, burada gördüyünüz kimi digər özəlliklər də var. Prom fonlaması da dostlar burada mövcuddur. Prop dostlar, bildiyiniz üzrə sizlər üçün virtual pul təşkil edir. Siz istədiyiniz Forex və yaxud kriptovalyutanı seçirsiniz. Rahat bir şəkildə dostlar, real pul olmadan trading eləyib öyrənirsiniz. Plus burada dostlar sizə neyi səhv etdiyinizi də göstərir. Və burada dostlar proyektin sırf bütün özəllikləri haqqında da məlumatları görürük. Çoxlu qrafik analizləri mövcuddur. Tarixi senaryolar mövcuddur. Hansı illərdə niyə məsəl üçün qızıl qalxdı və yaxud düşdü kriptonin şəkildə. Yəni dostlar, daha ətraflı məlumat üçün necə işlədiyini sizə göstərmək üçün hesabımıza daxil olaq. Burada gördüyünüz kimi giriş yap və kaydolun var. Burada kaydoluna basıb ilk öncə qeydiyyatdan keçirik. Burada dostlar adınızı, soyadınızı, Gmail hesabınızı və kodunuzu yazıb şərtləri qəbul edib kaydola basırsınız və artıq proses tamamlanmış olur. İndi isə hesabımıza daxil oluram. Gördüyünüz kimi dostlar hesabımıza daxil olduq. Burada yuxarıda dostlar bölümlər var gördüyünüz kimi. Senaryolar bölümündən dostlar biz keçmişdə olan tarixlərə nəzər sala bilərik. Yəni məsəl üçün Covid-19-da niyə görə məsəl üçün bu kriptovalyutalar qalxdı, düşdü, niyə məsəl üçün bazar çöktü falan filan və digər tarixi hadisələrə dostlar biz buradan baxıb daha da çox təcrübəmizi artıra bilərik. Qızıl niyə görə qalxdı və yaxud düşdü. Burada dostlar bu tür məlumatları, önəmli məlumatları əldə eləyə bilərsiniz. Tam qrafiklərinə də baxa bilərsiniz eyni şəkildə. Prop yarışması dostlar nədir? Burada dostlar bizim üçün bir balans ayırırlar. Fərqi yoxdur, balansı özümüz seçirik. Məsəl üçün deyək 50.000 dollar, 100.000 fərqi yoxdur. Nə qədər istəyirsiniz buradan seçə bilir. Məsəl üçün deyək ki, siz buradan hər hansı bir həm kriptovalyuta olsun və yaxud qızıl olsun, digərlər olsun. İstədiyimizi buradan məsəl üçün seçirik. Məsəl üçün mən Bitcoin seçirəm. Burada proyekt adını yazırıq. Məsəl üçün burada elə Bitcoin yazıram eyni şəkildə. Buradan projeyi oluştura basırıq
Və burada dostlar əsas tarixi də seçməyi unutmayın. Məsələn, deyək ki, başlanğıc tarixi 2017-ci ildən seçsək, biz dostlar öz balansımızda məsələn bizə 10.000 dollar nə qədər seçməyiksə burada o balansa uyğun qrafiklər verəcək. Yəni o biz bu illər ərzində nə qədər xeyir qazana bilərdik və yaxud nə qədər ziyan eləyə bilərdik tam şəkildə. Gəlin dostlar, daha ətraflı olmaq üçün göstərim. Mən məsəl üçün ili daha yaxın eləyəcəm. Deyək ki, məsəl üçün biz 2026-cı ildə ayın 20-si deyək 50.000 dollar büdcə ilə giririk. Gördüyünüz kimi avtomatik olaraq bura düşdü. Burada dostlar bu işarəyə basırıq. Və artıq avtomatik olaraq bizə bu ilin qrafiklərini göstərir. Ayın 20-sinin qrafiklərini. Buradan dostlar yeni emirə basırıq. Burada məsələn ayın 21-i olan qiyməti biz görürük. Burada məsələn nə vaxt xeyir tutmaq istəyirik, nə vaxt ziyan, kar al və yaxud zərarı durduru seçirik. Emiri dostlar yerləşdiririk. Buradakı məlumatları tam şəkildə özünüz doldura bilərsiniz. Nə vaxt xeyir götürün və yaxud zərəri durdurun. Emir yerləşdirə basırıq. Gördüyünüz kimi dostlar əmrimiz açıldı. Burada ayın 21-idir dostlar, biz pozisyonu açdıq. Yəni indi bu işarəyə basaraq daha irəliyə ataq. Baxaq görək biz bu pozisyonu ayın 21-i açsaydıq, buradan biz xeyirlə çıxacaqdıq, yoxsa bizim üçün ziyan olacaqdı. Bunu daha irəliyə göndərirəm. Sürətli şəkildə irəliləsin. Gördüyünüz kimi biz burada uduzduq və burada bizi dostlar likit elədi, belə deyək. Ona görə də bu Forex tester bizlər üçün çox vacibdir ki, belə şeylərdə dostlar biz öz təcrübəmizi daha da artıraq. Burada dostlar biz ayrıca öz dediyim kimi robotumuzu da ekləyə bilərik. Hal-hazırda bu robotlar məşhurdur. Həm Grid robot, GFL robot və digər robotlar məşhurdur. Burada sadəcə Grid robot və digər robotlar var. Burada dostlar robot kullanıla bilərik. Yəni istəsək sırf yapay zeka botlarının nə qədər xeyir gətirib gətirmədiyini də buradan dostlar rahat şəkildə öyrənə bilərsiniz. Niyə görə dostlar Forex testləri xoşuma gəlir? Virtual balansla ticarət edirik. Sistem tarixi məlumatlar üzərində sifarişləri simulyasiya edir, nəticələri təhlil edir və strategiyanızı daha da təkmilləşdirir. Niyə istifadə eləməliyik? Öyrənmək istəyən hər kəs üçün idealdır. Çünki real bazar şərtlərini simulyasiya edir. İtirmək qorxusu olmadan öyrənirik. Strategiyaları sınaqdan keçirərək real bazarlara hazırlaşırıq. Tez təcrübə qazanırıq. Bəzilərinə görə demo ticarətin bir axşamı 30 günlük hesab öyrənməsinə bərabərdir. Canlı bazarda öyrənmədiyiniz strategiyalardan istifadə etmək böyük riskdir. Buna görə də onları əvvəlcə Forex tester ilə sınaqdan keçirməyi daha ağıllıdır dostlar. Çünki burada hər şey dostlar var. İstədiyiniz köhnə qrafiklərə baxın, təzə qrafiklərə yoxlayın. Robotlar var, eyni şəkildə yapay zeka robotlarından kimlər istifadə eləmək istəyirsə. Gəlin dostlar digər kör testdə də sizlərə göstərim. Bu dostlar prop bizlər üçün pul verir və bizim nə qədər istəsək bizlər üçün burada pul verir. Kör test dostlar nədir? Varlığı, zamanı və ya fiyatı bilmədən alsat pratiki, yəni ki bu tam olaraq sıfırdan olan bir şeydir. Qrafikləri bilmədən sınaqdan keçirirsiniz, qərərsiz öyrənməni təmin edir. Gördüyünüz kimi burada da özləyir. Olaylar bilinməz qalsın deyə gerçək zaman çizgilərini gizlər, qiymətləri gizlətir, yəni hər şey tamam deyək ki heç nədən anlayışınız yoxdur kimi davranırsa tam şəkildə necə işləmək lazım olduğunu göstərir. Burada dostlar istədiyiniz qədər pozisyonlar açıb hansından daha çox xeyir götürə bilərsiniz, onları öyrənə bilərsiniz. Doğrudan da çox maraqlıdır. Dediyim kimi məsələn istəsəz qızılı eləyə bilərsiniz, digər səhmləri də
fərqi yoxdur. Yəni kim nəyi istifadə edib öyrənmək istəyirsə, onu da rahat bir şəkildə eləyə bilərsiniz. Buradan dostlar öz pozisyonlarınızı silə bilərsiniz və yaxud bağlaya bilərsiniz. Gəlin dostlar, yeni bir əmr oluşturub baxaq, yoxlayaq. Gördüyünüz kimi tarix ayın 20-sidir. Buradan yəni 20-sini seçmişdik yağları. Təzədən dostlar yoxlayaq, əmri etkinləşdirə basırıq və daha sonra sürətə qoyuruq. Görək bizim bu pozisyonumuzda nə qədər xeyir olacaq. Burada dostlar sırf öyrənmək üçün doğrudan da mükəmməldir. Məsəl üçün burada saxlatırıq. Gördüyünüz kimi biz açanda aşağıda idi, biraz yuxarıdadır. Burada dostlar açıq pozisyonlardan öz xeyrimizi görə bilərik. Gördüyünüz kimi 2%, yəni xeyirdəyik artıq. Buradan bu şəkildə dostlar istəsəz buradan öz qrafik analizlərinizi də çəkə bilərsiniz. Və davam edək, görək dostlar nə qədər irəliləyəcək. Bizdən dostlar likit qiyməti isə buradadır. Likit deyil əslində, sadəcə zərəri durdurur. Forex Tester dostlar doğrudan da çox gözəldir. Sırf real pul olmadan istədiyiniz şeyləri buradan tradingini eləyə bilərsiniz. Köhnə tarixlərə qayıtaraq yenə trading eləyə bilərsiniz. Toplam həcmləri buradan görə bilərsiniz. Likvidə qiymətlərin, likit qiymətlərini görə bilərsiniz. Yəni burada temalar həddən artıq çoxdur. Sırf səhmlərin analizlərini və yaxud kriptovalyutanın analizlərini öyrənmək istəyənlər gəlib buradan dostlar rahat şəkildə öyrənə bilər. Sırf da istifadə etmək dostlar pulsuzdur. Və təbii ki də daha çox özəlliklərə sahib olmaq üçün bunların pullu versiyaları da buradan mövcuddur. İstəsəz buradan da girib görə bilərsiniz. Təbii ki də bu video yatırım məqsədli deyil. Neyse dostlar, bu videodan bu qədər. Bilmədiyiniz bir şey olsa videonun altına mütləq şəkildə yazıb soruşun. İzlədiyiniz üçün təşəkkürlər. Gələcək videolarda görüşmək üzrə.